bir kənddə yaşayan kasıb adam olub da. Durdu gəldi Misirə, Misirdə qəbirstanlıqda yaşadı bir müddət. Yanında da bir süpürgəsi var idi. Hərdən dururdu o qəbirlərin ki arasındakı yatırdı, yatdığı yerin ətrafını təmizləyirdi. Tozun, torpağın, o nəyin, nələrin da. Selamun aleyküm. O qəbirlərin sahibi gəldi ki, bir nəfər o qəbirstanlığın qəbir aralarında yatır. Buranı da çox gözəl, təmiz saxlayır. Dedilər ki, səni qoyduq bu qəbirstanlığın böyüyü. Sən də bundan sonra buranın ağalığını eləyərsən. Bir müddətdən sonra baxdılar, qəbirstanlıqda əcib bir səlqə zəhman yaradı. Dedilər, yox da səni bu məntəqənin rəhbəri qoyuruq, ağası qoyuruq. Sən də bu rəhbərin, məntəqənin böyüyüsən. Başladı o kənddə, o məntəqədə də müəyyən işlər görməyə. Dedilər, yox, bu belə olmaz. Sən bu qabiliyyətli adam gərək Misirin rəhbəri ola. Biraz keçdi, dedilər, yox, Misirə belə rəhbər, yox, Misirə bir padişah lazım deyə səni gərək biz dünyaya tanıtdırıq. Gəldi oradan çıxdı, oldu bir qəbirstanlıqda yatan Misirin padişahı. Sonra dedi ki, siz kimsiniz ki, mən sizi yaradanam. Sizin Allahınız mənəm, özdə ən böyük Allahınız, yəni Rabbikumul əla. Sizin ən böyük tərbiyəçiniz mənəm, sizi xəlq eləyən mənəm. Sizin yaşamağınız mənə bağlıdır.